Hayır. Prosta hava sol vermədi, yaxşı danışaq. Yaxşı bastın. Salam. Müdafiəmizi elədik. Bura yazandadır. Burada bir dənə şey var idi. Vlogda hə, flashback Bura edir. deyil, yuxarıdakı. Yox, bura. O yüzden bura. İmində bu saat hə. 5 4 düşdü, istəyir 4. Bir 90 yaz, bir yaz geç. Nasıl elə qiymətləndirmək Məndən istəyirsiniz kimi? qiymət soruşdum məndən. Ondraja düşdüm orada. Ortalama yalanını mən qaldırsaydım, yaxşı yazardım. Allahımız deyəsən 5 parça 90 verəcəklər. Yalandan mən dedim 79 80. Ağlasın. Əslində sən neçə idi? 78. Bildim mən. Sən nə var, heç belə idi. 79 80. Ayda, yadımdan da çıxdı. Yəni 5 USD ilə də gedib, baxdım CPC-ləri, yəni o qədər də aşağı deyil, bəziləri kimi. Sıranda olar 15-dir. Mən 15 tərəfdarıyam. Mən yaxadım kamera. Ayta, biletlər səndədir də. Biletlər səndədir. Biletlər səndədir. Hanı göstərəcəm bileti? Söndür kameramı, gəl göstər bileti. Söndür kameramı. Hə? Görmüsən? Mən bildim, burada bilirdim. Birində sahə tərəfdə. İkisi də yoxdur. Uşaqlar, Duz Bakının bağlandığı haqqında şairlər var. Onu dəqiqləşdirmək istəyirik. Ki, açılır yoxsa yox. Toz bakı birinci dəfə eşitdim. Duz Bakıda qardaşım, D, O, Z. Hə, Nali göstər baxım. Gözlü zirəmi taşıyorum. Aha. Zirər, dırnaqlar. Evet. Merhaba. Haydi. Bunu niye danışıyorsunuz peki? Ha? Zirəne bak. Aynen. Deyirəm ki, tabiə, bir nağdım yox. Bunun nə dəxli var? Bir de ne? Deyir ki, Ha. qutab yeyək deyirəm. Aha. Deyir ki, nağdım yoxdur. Ha. Bunun nə dəxli var qutab yeməyə? Qırmaq üçün deyirəm də, heç yemir. Məhəmməd bəy, deyəsən mənə nəsə bir sual güzar eləmə, ürəyinizə qalan. Buyurun, verin. Deyirdim ki, Azərbaycanın son illərdəki Eurovision fəaliyyəti haqqında məlumat ver. Çox pis, yəni həqiqətən biabırçılıq. Tək sözlə əgər ifadə etsəydim bunu, o biabırçılıq, biabır olmaq olardı. Niyə görə? Çünki yəni son 5-6 il ərzində biz bunu görürük. Bunlar düzənməli mahnı istehsal edə bilmirlər. Düzənməli el aləminə dediyimiz müğənnini gedib ora çıxarda bilmirlər. Yəni bunlar nə iş görürlər? Belə bir sıxmasın. Nə işlə məşğuldurlar? Fəaliyyətdədirlərmi, yoxsa yox? Nə deyim vallahi yəni ki, başqa deyiləcək heç bir söz yox. Nihat bəy, siz də bir kəlmə deyin də Azərbaycanın Eurovisiondakı fəaliyyətləri ilə bağlı. Danışılası mövzusu deyil onsuz da, yəni. Nə görür hər şeyi. Çox sağ olun. Sual eşitdiniz də yəqin. Yəni həqiqətən Eurovisiondan danışmağa dəyməz ümumiyyətlə. Eurovision baxanlar Çox sağ olun. Görürsünüz ki, yəni Azərbaycanda gənclər artıq Eurovisiondan əlini üzüb, yəni o bir dəfə qazandıq. Yəqin ki, bundan sonra da qazanmarıq. Malik bəy, sual eşitdiniz də yəqin. Malik bəy, zəhmət olmasa sualımızı cavablandırardınız, xahiş edirik sizdən. Zəhmət. Aydındır, çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Dönər gəldi, hal-hazırda dönər gözləyirik. Balaca box biri buna, biri ora. Hə, çox sağ olun. Qardaşım, buradan sağa qalxırsan soldadır. Bir dənə də var. Bir dənə də var. Mən də bundan bəhs edirəm. Bir dənə olanlar. O bir dənə yuxarıda deyil axı. Mən deyirəm ki, mən dediyim odur. Bilmirəm başqa harda var ya yoxdur. 28-də var. Bilmirəm. Sən tamam. Bilmirəm. Ay, danışdıq durma. Əcəb oldu. Nə danışırlar ki? Yuxarıda gedib baxsaz menyuya ki, hansı coffee shopda var, qiymətlər necədir. Bir dəqiqə, amma çəkdə zəhmət olmasa üstündəki adı. Nicat. Mənim də heç bir şey olar. Jason.
Nə dedi? Amma söyüş olmaz yox. Heç. Hansı dedi yaxşı. Deyim də mən, 4 kütürdə qardaş. Aşıram özümüz həyat. Burada heç yaraşmıyor hər şey. Niyə etsən? Devam et. Nə oldu? Bir dənə kol işləyir. Qolundakı saatı heç yaxınlaşmır. Keçən vlogda da Amin sıxmışdın ha belə. Be Allah haqqı nə oldu be? Neyinsə? Sonra gəlib paylaşırım. Siqaret. Yoxsa abi yavaş reputasiya getirirsən. Qoyun buxunu ölməz. Mən heç nə eləmirəm. Siz belə durduq yerə məni sıxmaq istəyirsiniz məncə. Problem sizdədir, məndə deyil. Allah haqqı mən heç nə eləmirəm. Sakit oturmuşam yerimdə. Heç nə eləmirəm. Dropping is nonchalant. Hə, bax görürsən nə deyir? Önümüzə gələn günlərdə hansı bir mötəbər hadisə olacaq? Var elə bir hadisə. Bilirsən Malik? Ayın 27-si deyirlər şey olacaq. Kristalda yığıncaq. Biletlərimizi göstərmək istəyirsiniz? Göstərmədik bəs bəyə. Yox, bayaq göstərmə. Elə çəkmişdin axı elə. Harda? Çəkmişdin. Yox, o sayılmır. Burada söhbət indi ondan açılır. Olar, istəyirəm göstərmək. Sumkamı sənə verirəm. Göstərə bilərsən. Sumkamı bir dənə göstərə bilərsən. Bu sumkanı tez almışım. Fikir verdim. 19 mu? Fikir verdim. Qəşəng. Şey oldu mənim sumkam. Mən beləyəm. Narkonik. 7 deyəsən. Etlərimiz Artıq biz yoğun kiması verdiyi mədəliyyətdir. 6 olacaq. 2 dənə biletim var, biri də hədiyyədir. Bunlar Orada da Nihat biletlərini istəyir. Burada da 3 dənə sən. Zaten biletlərini verməsən olur. Nə deyir bu? O kim biletlərdir? Zaten biletlərin 10 Mənim bir də ailə üzvlərimin gələcək, hə? 10 sən 100 manat transfer. Nəyi? 10. Bunu cırsan 100 manat verirsən. Uşaqlar bu xahiş edirəm bir dənə söz soruşun. Kəpəyə qarşı nə edə bilərik? Hem cinsimin gözəlliyi. O yanda içdiyimiz o necə bu? Nə deyirsən? Deyirəm ki. Abi danış. Danış. Dəniz Molun yanındakında içdiyimiz an nə idi? Kafe shop. Kafemania. Ben sonra söyleyeyim. Kafemania. Hə, Ice America. Filter. Filter ice filter idi. Mən deyirəm ki, kofedəsə bir dənə sərim keçək. Deyib passion fruit içək. Burada bu səfər xoşum gəldi buranın afisiyantında. Adam kimi özünü aparır. Biletini çəkmə də. Gəlməliydi. Mən gəlmirəm, gəlmirsən, mən buranı Kəsərsən xahiş. çəkmənim də. Həmişə özü belə aparır, normal aparır. Adam kimi aparın ki, bizdə Biz yox, afisiyantların deyirəm, Sinabonun. Keçən dəfə biri ilə danışmışdım ha. Məncə bu dalaşmağın ətraflı bir dənə danışsan daha yaxşı olar. İzləyicilərimiz də başa düşər bilər. Tanışım ona. danış. Hayır, oturmuşu. Dərininə getmə. Mən indi çox içmək istəmirəm də, balaca amerikano içmək istəyirəm. Tarix nə vaxt oldu? Qış aylarında. Ki, balaca amerikano istəyirəm mən. Deyirəm balaca amerikano verin də. Menüdə də var hansı ki, small amerikano. Deyirəm amerikano verin mən. Deyə yoxdur. Deyirəm niyə yazırsan bunu bura? Necə Deyə yəni? yoxdur da. Deyə yoxdur. Deyə vermir. Amerikano yoxdur yoxsa? Yox, balacası yoxdur. Dedim niyə görə deyirsən ki, Deməli, bunların- çoxuyuruq biz onda, buna da sərf eləmir deyənə. Stəkanları yoxdur. Hə, stəkanları yox. Dedim niyyətlər yoxdur, onda niyə yazırsan bunu? Burada yox da. Ha dedim mən yaxşı sən deyən olsun, get mənə bir dənə adam kimi amerikano gətir ortadan. Sonra qardaş gəlib mənə ki, balaca stəkan göstər. Deyib baxın, üzülü sayını balaca bir dənə, balacadır bizdə çox. Ona görə verməliyik sizə, birdən xoşunuz gəlməz. Dedim ona görə sən qalıb mənim xoşum gəlib gəlməməyim. Mən balaca deyirəmsə mənə xahiş edirəm balacasını ver. Heç nə, belə bir temaydı. O vaxtda da əsəbləşmişdim o qardaşa. İndi belə düzəlib yəni. İndi necədir? İndi bir dənədir. İndi də yenə Nə keçən əvvəlkindən yaxşıdır. O siz deyin, o deyir, o yoxdur, bundan yoxdur. Onu da Ayaz deyir. İçib Ayaz qiymət göstərir. verir. Sahil söhbəti mən. Nə yoxdur? Ayaz da yox deyir. Ayaz nə deyir? Ayaz nə deyir? Nə? Nə deyirsən? Amin deyir ki, bayaq sən dedin ki, nəsə var, nəsə yoxdur. Hə. Menüdə var. Bunu Refreshanın passion fruit'ini yazıblar menüyə. Deyirəm ki, balacasını verin, deyir yoxdur, böyüyü var. Deyirəm yaxşı böyüyün ver, deyir passion fruit yoxdur, da şaftal var. Onu niyə menüyə qoyursun? Menüyə qoymaq məncə problem deyil. Meyvə yoxdur, yəni eləyə bilmirik. Amma menyuda var, yəni biz bunu düzəldirik. Amma indi meyvə yoxdur. Nə edə bilərik? Yoxdursa, menü bu dəyişdi qardaş. Bunu da mən deməliyəm sənə. Həmişə olmaq, olmamaq deyə bir şey yoxdur. Axı vardı, amma sən olmayana Onun baxma mənə heç gəlirsən. dəxlisi yoxdur.
İndi O beni da hiç sən- alakadar etmez. Sənin problemindir o yəni. O beni hiç alakadar etmez. Sən yaz səhifələrinə. Soruş ki, nə vaxt Ben Passion fruit sayfalarını var. yazsam, sayfalarını yazsam başka şey yazsam, onu yazmak istedim. Sağ olun yazsın. Əşrəfə təşəkkürlər, pulumu atdı. Nə qədər? 50 manatım qalmışdı. 50 manatın almışsın. Nə pulu? Klip çəkilişinin ödənişi. Qiymətlər 300 manatdan başlayır. 300. Hadi. Montajda əlavə 100 manat. Amma Əşrəf dostum deyəm, ona montajını post edirəm. Amma bir eləməyəcəm. Məhəmməd hara gedirsən? Otura bilir yoxsa ayaqsa qalır? Sultepe. Otura bilir ayaqsa qalır. Otura bilirik. Məhəmməd hara gedir? Oturmaqdansa ayaq tuturaq. Amin ana. Oradan gelirler ya. Hadi dayı, biz kaçtık. Bir melodiya bilirəm, çünki başqa bilmirəm. Təşkilat bilirəm. Yaxşı. Bugünkü mövzumuz Xəzərdə balıq yaşayırmı adlı bir sualdır. Bu gün Malikdir yanımızda. Dənizdə balıq yaşayırmı? Yəni Xəzər dənizində. Yox. Yox? Buralarda yox məncə. Niyə? Kasma dayı bilə. Onun da ağzına soxma. O 10 kilo da ağzına soxma. Üzürlü sayın. Qaramət. Çox üzürlü sayın, yaxşı. Yox, mən yaşamıram. Niyə? Çünki pinti sudur, duzlu sudur, ona görə. Yəni indi bu boyda Xəzərdə Azərbaycanın hissəsinə düşən yerdə yaşamır yəni. Ancaq bizi kirlədən. Burada bir də İrana düşən hissəsində məncə yaşamır. Bilmirəm. Sən bayaq demişdin ki, burada ikinci gəmi də var. Bu balacadır, böyük amma başqa yerdə deyəsən oradadır. Deyə onu çəkə bilərsən orada. Bilmirəm heç nə. Amma ya da Club Sandwich yadındadır. 9-10 il əvvəl Club Sandwich var idi. Niyə yox idi? Çəkimi amma yəni çəkməyim üçün nəsə eləməlisiniz ki, vloqa düşə bilərsiniz. Vloqa düşməyə haqq qazanmaq istəyirsiniz, nəsə eləməlisiniz. Onu o keçmir. İsteyen varsa 50 manata satıram. Özüm getmirəm, başqasını verirəm, gedib. Məzun yedim, o zaman getməsin. Xeyirxah uşaqsınız. Çox xeyir. Gönlü bol uşaqlar. Yeni məhsulumuz var, yoxlayırıq. Məhsulu yoxlayırıq. Görək necədir? Ananas. Bu Bu nədir o? qəşəngdir. Nəlidir o? Rozberidir. Nəlidir bu nədir? Bilmirəm amma ki. Şandiya. Şəndiyə. Şəndiyə. Nəsə zor şey. Şəndiyə. Çox şirindir, ona görə duzlu nəsə yemək lazımdır. Çin astanovkasına. Amma əslində məvəğin 28-də yaxın. Ay, Çin astanovkası. Ay görürəm. Aha. Qaqabağda çox saxladı. Ha. Oradır. Oradır. Həqiqi. Yaxşı, şey olmuş. Xoşbaxtın yanında ya da 28-də gedək də, gəlin. Getdik. Ha bir də var təzə, o tərəfə gedər. Mən direkt 28-də ayağımla gəldim. Həmən Sağ ol. də 28-də ayaq. Buradan o tərəfə abidən yandan. Buradan gedirlər də. Ay, güzel oldu. Düz deyir, bu tərəfdə. Arxa tərəfdə deyirsə. 28 buradan da belə. Oradan pağa çıxasınız. Səmət vurğun bax. Buradan burada 28-də çıxırsınız. Bahalı kofta, özündən hokka. Kəsinli saçımı, qaranlıq yolda. Səhər oldu saat, nedir durub çıxıb getdin. Nauşnikimi götürdüm, köksümü ötürdüm. Bir mən qaldım, bir mən yerdə bir uşaq. Sən göydə yeksən, göydə gördüm bir bulut. Sən məni unut. Alçanı yaddan çıxaravam. Amerikano, Amerikano, soktan nofta, utunsa bizim. O da düştü, ne bir demek istemiştim.